Azərbaycan paytaxtı Bakıya oğurluq etmək üçün gedən 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxt Bakının Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərər çəkən polisə müraciət edərək mənzilindən 1300 manat nəqd pul və 30 min manat dəyərində qızıl zinət əşyasının oğurlandığını bildirib. Xətai rayon polis idarəsi 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları 46 yaşlı Aleksandriya Kaxaber, 48 yaşlı Rusiya Slava, 40 yaşlı Saniki Daviti və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar. Nazirlikdən bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq izi itirməyə, güya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar. Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.